Salam dəyərli izləyicilərim, tələbələr və kompüter həvəskarları. Bugün sizlə birlikdə Photoshop kursumuzdan Color Balance və Vibrance dərsi ilə bağlı qısa nümunəyə baxacağıq. Gəlin başlayaq. Color Balance nədir və necə işləyir? Color Balance rəngləri 3 ton üzrə Shadows, Midtones və Highlights tənzimləyir. Cyan, Red, Magenta, Green, Yellow, Blue. Layer panelində Create New Fill or Adjustment Layer ikonusuna basırıq. Color Balance seçirik. Properties panelində Ton seçirik. Shadows, Midtones, Highlights. Sliderləri hərəkət etdiririk. Məsələn, Red üstəgəl 50, isti ton. Preserve Luminosity işarəsini saxlayırıq ki, parlaqlıq dəyişməsin. Bunu başa düşdüksə, gəlin indi Vibrance nədir, onu başa düşək. Vibrance az doymuş rəngləri gücləndirir, həddindən artıq doymuş rəngləri qoruyur. Adjustment Layer yaradırıq, Vibrance seçirik. Vibrance sliderini üstəgəl 20, üstəgəl 80-ə qaldırırıq. Təbii ki, canlılıq artır. Saturation sliderini ehtiyatla istifadə edirik. Adətən üstəgəl 10, üstəgəl 30. İndi isə sizlərə oxşar tapşırıqların nəticələri olan foto nümunələri göstəririk. Burada Color Balance və Vibrance nəticələrini görmək mümkündür. Daha ətraflı məlumat və kursumuza yazılmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlamağı və hal-hazırda kursumuzda mövcud olan kampaniyadan yararlanmağı tövsiyə edirik. Hələlik.